4 May 2025-ci il Calalıqdan Ağdərə rayonunun deməli gəldik, gəzdik Başgüney kəndi, Xatirməli, Orta Güney. Oradan da gəlirik Ağdərə rayonunun Cənyataq kəndinə tərəf gedirik. Allah şəhidlərimizə rəhmət eləsin. Bax, gözəl təbiatı var əzizlər. Əziz dostlar, yavaş dur. Bax, burada Babovdur. Buradan da Maniyə yol gedirdi. Qumqazılan deyirlər. Hə. Ora Qızıl Yatağına gedir. Buradan da bax. Ne oldu sudana? Hə, buradan da yenilik Cənyataq kəndinə. Gözəl təbiətdir. Bax, Ağdərənin təbiəti budur. Əziz dostlar. Ağdərənin gözəl təbiəti. Meşəsi, güneyi. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Gör nə gözəldir. İlahi pərvərdigara səni hər günümə şükürlər olsun. Gəldik bu günlərdə gördük şəhidlərimizin kanı bağacağım. Kanı. Sonra basın nəticəsində. Bax gözəl yerlərdir bax. Bax gözəl yerlərdir. Burada Cənyataq kəndinin Xankəndi tərəfindən girişidir. Bax burada meşələr. Yoluşqa təzə tikir. Gözəl yerlərdir. Ha, gözəl Cənyataq. Cənyataq kəndi. Bax, meşələr. Bəh. Gözəl Cənyataq. Ağdərənin Cənyataq kəndidir. Karmen evidir. Karmen evidir? Karmen. Ada bax, ada baxmışım. Rəhmətli çaydı. Atamın xalası olan 92-ci ildə burada şəhid oldu. Allah rəhmət eləsin cəmi şəhidlərimizə. Allah qəni rəhmət eləsin, sana cahid xala olur. Bax, indi torpaqlarımız azad olunur. Cənyataq kəndidir. Bəh. Gör nə gözəl. Oradan Qızıl Yatağına doğru gelir. Sür geçsin orada. Yok sür diyeceğim. Sen atrastan sür. Buraya ne sür buraya. Buraya ne sür ha. Gözler. Evet. 92. ildə yandırdığımız evlər elə durur. 92-ci ildə siz de burada Nazım qardaş da burada döyüşüb. 92-ci il burada böyük şücaət göstərib, döyüşüb. Allah Kətdə. şəhidlərimizə rəhmət eləsin. Amin. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Baxdım, məktəbdə ana bu. Yok, məktəb aşağıda. Burada tükan idi. Bax, mağazi idi, bax, yuxarı. Məktəb bu aşağıda idi. Yok, məktəb gəl bu. Məktəb aşağıda. Köhnə yolla gəldik. Cənyataq kəndi. Allah şəhidlərimizə rəhmət eləsin. Bax, bura Ağdərə rayonu Cənyataq kəndi.
Yani görmeyenler için de ben bunu çəkirəm ki, o görsünlər ki, Ağdərə rayonu ne güzel, səfalı yerləri var. Əziz izləyicilər. Çok güzel, səfalı yerləri var. Çorablak arkada kaldı mı? Çorablak. Sür gitsin qabağa bak. Bəh bəh. O değil, o yolu təzə çəkir. Şey, Qızıl yatağına. O kəndin içindən keçmemişdi, o tərəfdən gelir. Sür. Sür diyeceğim ardından dönmək lazımdır. Sürələ qabağa. Bir qabaqda Qızıl yatağıdır. Bəh, 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 bəh. Gözəl. Gözəl can yataq. 2015'de istifadə verirlər. Heç nədən Burada yaşayış olmuyor ve burada ancak Ermənilərin o ofserləri yaşayırmış. Bax, bu can yataq kəndində. Burada yaşayış az olub, qardaş. Git qabağa. Ha. Yaşayış az olur. Bu da can yatağın aşağısının Qızıl yatağıdır. Bak, orada Qızıl yatağıdır. Bak. Gözəl təbiət, əziz izləyicilər. Ağdərənin gözəl təbiəti. Ondan sola dönürsən. Köhnə yol oldu. Ha, köhnə yol olur. Ha, bak o köhnə yoldur da. Buradan sen sola dönürsən. Gül yatağın başına. Ay sağ ol. Gözəl təbiət. Can yataq kəndi. İndi buradan qalxırıq biz Gül yatağa. Ermənilər buranı dağlarıyla qazılmış. Qızıl yatağının misk yatağımış bura. Mis, qızıl, hər şey. Ha. Əsas brom var, brom. O da qiymətli mi? Öyle mi? Bir tane bu nedir? Bunlar bayrağı da nedir bulmuş? Bu Xankinin şeydir ha. Artsaq xaraba qalmış. Onu niye oradan sürütürler? Sürürlər, gücləyirlər. Burada Gül yataqdır. Ağdərə rayonunun Gül yataq kəndi. Gəlmişdi. Gül yataq, Gül yataq. Gözəl Gül yataq. Gedir Ağdərəyə. Girmişdi ora qızıl zavod. Gül yataq da pis yer deyil ha. Qəşəng. Can yataqdan buraya yaxşıdır. Öyle mi? Amma onun evi düz oldu, baş deyil. Hamı kim olmuştu? Vladikin zadı dədəsi. Meşəbəyi. Öyle mi? Bəh, 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 bəh. Gül yataq, gözəl Gül yataq.
Gözəl təbiəti var Ağdərənin.